Zelenski və Putinin görüşü hazırlanır. Kiyev Trampın da qatılmasını istədi. Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü üzərində işləyir. Bunu Ukrayna Xarici İşlər Nazirliyinin başçısı Andrey Sibiha bildirib. Üzərində işlədiyimiz mövqe prezidentlər səviyyəsində görüşdü. Biz bu görüşün genişləndirilmiş formatda ola biləcəyini ehtimal edirik deyə o qeyd edib. Nazir xatırladıb ki, tərəflər hərbi əsirlərin mübadiləsini həyata keçirməyə razılaşıblar və bu proses artıq başlayıb. İndi Ukrayna Rusiyanın gələcək qeyd-şərtsiz atəşkəs barədə öz baxışını təqdim etməsini gözləyir. Oxşar sənəd Kiyevdə də hazırlanır. Diplomat həmçinin qeyd edib ki, Ukrayna tərəfi Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın da görüşdə iştirak eləməsini çox istəyərdi. Biz prezident Trampın da buna qoşulmasını çox istərdik və biz həmişə israr edirik ki, mümkün gələcək danışıqlar masasında mütləq Avropa olmalıdır. Ukraynanın sülh danışıqları üçün məkan olaraq Vatikanı nəzərdən keçirib-keçirmədiyi sualına cavab olaraq Xarici İşlər Nazirliyinin başçısı bildirib ki, Ukrayna hələ də Rusiya ilə atəşkəs danışıqları üçün Vatikanda görüşün keçirilməsində maraqlıdır.